Bütün maddələrin kristal qəfəsi nədir? Molekulyar kristal qəfəsidir. Görürsən, başa düşürsünüz, biraz dağınıq olur. Bütün tanıdığımız qaz halında maddələr, bütün tanıdığımız maye halında maddələr hansı kristal qəfəsə malikdir? Molekulyar kristal qəfəsə malikdir. Bərk atomu. Molekulyar, yox, elə deməyək ki, atom olanlar hamısı bərkdir, ya da iyon olanlar hamısı bərkdir. Metallar da zaten hamısı bərkdir, o da möhkəm kristal qəfəsdir. Metallar da bərkdir, bir dənə civə mayedir. Amma dediyimiz kimi molekulyar kristal qəfəsə malik olan maddələr adətən maye və ya qaz olur. Civənin özü hansı? Metaldır. O da metalsa vəssalam, metal. Onun qaynama Civə mayedir, hamısı bərkiyir, bərkində mənə gətirir, yenə metal kristal qəfəsdir. Onu demirəm, məsəl üçün, civə də atomçada dediyiniz ərimə qaynama temperaturlarında çox enerji sərf olunur. Civə metaldır da, düzdür. Bəli. Demək metal kristal qəfəsə malikdir. Deyər metal atomu. Deməli uşaqlar, buradan nəyi anlamalıydı? Bir dənə indi keçirdən üstdən gedə yarısı, biraz dağılmalı oldu zaten. Nasıl? Buradan yukarıya. Peki, kristal qəfəsi neçə tipi var? 4. Hansılar oldu? Molekulyar, atom, iyon, bir də atom kristal qəfəsi möhkəm mi kristal qəfəsi yoxsa belə zəif? atom möhkəmdir. Dedikləncə dedik. Niyə möhkəm? Möhkəm olmanın səbəbi nədir? Yox, çünki Günlər arasında kovalent kovalent ayrı-ayrı. O da möhkəm cazibələrdir deyə o kristal qəfəsi möhkəm kristal qəfəsi olur. Ona görə gec əriyən, gec qaynayan maddələr olurlar. Ona görə atom kristal qəfəsi olanlar hansı aqreqat halda olur? Hamısı bərk olur və yüksək ərimə qaynama temperaturuna malik olurlar. Bərk dediyim, tanıdığım ikisi üçü var, söhbət 2000-3000 dərəcələrdən zaten, 1000 dərəcə yuxarılardan gedir. Belə. Sonra gəldik iyon kristal qəfəsi. İyon kristal qəfəsində də yenə aqreqat halları hansının bərk olur? Çünki burada da güclü qüvvələr təsir göstərir. Hansı qüvvələr? Dünya arası iyon rabitələr təsir göstərir. O da möhkəmdir. Güclü cazibələrdir. Ona görə iyon kristal qəfəsi də möhkəm rabitələrdir. Daha da möhkəm kristal qəfəsidir və deməli, xörək duzu kimi bu şəkildə iyon kristal qəfəs yüksək ərimə qaynama temperaturuna malik olur. Bu da aydındır elə. Metallarda da möhkəm qüvvələr təsir göstərir. Onlarda da metal rabitəsi təsir göstərir. Ona görə metalların aqreqat halı hansı bərk olur, bir dənə civə mayedir. Onların da cazibəsi möhkəm cazibədir. İçlərində ən zəif kristal qəfəsi hansıdır? Molekulyar kristal qəfəsi. Çünki molekulyar kristal qəfəsində, kristal qəfəsinin düyünlərində molekullar yerləşir. O molekullar bir-biri ilə zəif qüvvələrlə, Van der Waals qüvvələri ilə cazibədə olur. O da zəif qüvvələrdir, tez qırılırlar, aşağı ərimə və qaynama temperaturuna malik olurlar. Aydın oldu, molekulyar kristal qəfəsi malik olarlar. İndi, molekulyar kristal qəfəsdə dedik ki, aşağı ərimə qaynama temperaturuna malik olurlar və onlar hər 3 aqreqat halda olurlar uşaqlar. Əksəriyyəti ya qaz olur, ya maye olur. Bərk olanı var mı? Var. Elə maddələr var ki, molekulyardır, bərkdir, amma bərk də olsa tez əriyən bərklərdir. Nə bilim, məsələn, S8 112 dərəcədə əriyir, məsəl üçün, çox yüksək deyil. Mayeyə çevrilə bilir, bəli. Məsələn, indi, bax, burada, bu şeyin içində mən, molekulyarın adi şəraitdə bərk olanını yazmışam. Bax, məsələn, su. Su maddəsi molekulyar kristal qəfəsidir. Amma kristal qəfəs anlayışı maddənin bərk aqreqat halına aiddir. Demək, su maddəsi adi şəraitdə bərk deyil deyə, molekulyar kristal qəfəs əmələ gətirmir. Ha vaxt su maddəsi bərk hala keçərsə, onda molekulyar kristal qəfəs əmələ gətirər. Buz olanda, məsələn, kristal qəfəsi var və molekulyar kristal qəfəsi. İndi bir dənə sual verim sizə. Mənə sual versələr ki, su adi şəraitdə hansı kristal qəfəsə malikdir? Mən nə cavab verim? Molekulyardır, amma maye olur. Amma çevrilsə bərk olur. Demək, onu cavab verir. Soruşur ki, adi şəraitdə molekulyar. Mən cavab verirəm ki, adi şəraitdə suyun kristal qəfəsi yoxdur. Çünki adi şəraitdə bu maddə maye haldadır. Bax, bilirəm ki, molekulyar quruluşludur. Amma adi şəraitdə bunun kristal qəfəsi mövcud deyil, yoxdur. Niyə? Ona görə ki, adi şəraitdə maye haldadır. Bəlkə Allaha vaxt keçsə, onda kristal qəfəsi olacaq, onda molekulyar kristal qəfəsi olacaq. Başa düşdük? Su nə zaman bərk hala keçəcəksə, onda olacaqdır kristal qəfəs və molekulyar olacaq. Amma adi şəraitdə bu nədir? Bərk halda deyil. Onun üçün kristal qəfəsi yoxdur. Deməli, SO2 qazı deyir, hansı kristal qəfəsidir?
Deyirəm ki, adi şəraitdə, desək ki, adi şəraitdə hansı kristal qəfəs əmələ gəlib, deyəcəm adi şəraitdə kristal qəfəsi yox. Amma desək ki, SO2 qazı müəyyən şəraitdə hansı kristal qəfəsə malik olar? Onda deyirəm ki, SO2 qazı müəyyən şəraitdə malik. Siz nədir? Adi şərait sözlə müəyyən şərait sözlə fərqi nədir? Adi şəraitdə net olaraq vurulur. Adi şərait siz nədir şu an? 20 Selsi dərəcə temperatur, otaq temperaturu. 20-25 Selsi dərəcə temperatur adi şəraitdə. Adi şəraitdə dedikdə, elə bir deyir ki, 20-25 Selsi dərəcə temperaturda su kristal qəfəs əmələ gətirilir. Deyirəm ki, yox. Adi şəraitdə, yəni 20-25 dərəcə